Şagirdlər qrammatika hissəsindəki sualların izahı ilə davam edəcəm və bir ixtisas müəllimi olaraq digər imtahanda olduğu kimi bu dəfə də sualların çox rahat və asan olduğunu gördüm. İndi isə sualların izahı ilə davam edək. 13 nömrəli testdə exhibition sərgi deməkdir. Bu artıq public show. Show sözü bizə artıq onu belə deyək ipucu verir. Bir də C variantı doğrudur. 2-də dessert, yəni desert mənasında food yemək artıq B-də o bizə onu işarə verir. Desire arzu A variantında wish artıq onu bizə işarə verir. Yəni 1-cidə C, 2-də B, 3-də A doğru variantdır. Yəni doğrumuz B variantıdır. 14 nömrəli testdə isə bizdən verilən sözün mənası tələb olunur. The person who is a head of school, yəni hər hansı bir məktəbin rəhbəri, direktor mənasındadır. Hairdresser artıq burada saç ustasıdır. Spy xain deməkdir. Operator əməliyyatçıdır. Lawyer hüquqşünas və yeni 5-ci sinif kitablarında artıq director sözünün sinonim əlavə olunmuşdur və bugünkü imtahanda istifadə olunur. A principal, yəni direktor mənasındadır. 15 nömrəli testin izahına baxaq. 15 nömrəli cümlə sonunda last görürük. Konkret simple past keçmiş zaman göstəricisi did olacaq. Elə doğrumuz D variantıdır. Did you spend a lot of money in a market last month? Yəni keçən ay marketdə çox pul xərclədin. 16 nömrəli testə diqqət edirik. İşarə əvəzliklərinin isimlərlə doğru uzlaşmasına diqqət edək. Burada artıq I like trousers, burada cəm isim görürük. Şalvar sözünü bilirik simmetrikdir. Onlar hər zaman cəm işlənir və biz onları heç bir halda tek əvəzliklə ifadə edə bilmirik. A yanlışdır, E yanlışdır və ikinci tərəfdə də I like example these trousers. Mən bu şalvarları bəyənirəm. But I don't like color. Rəngini bəyənmirəm. Rəng nəyə məxsusdur? Yenə də şalvara. O zaman şalvar hər zaman cəm götürülür. Ona görə ikinci tərəfdə də biz onu tək heç bir halda istifadə edə bilmirik. Doğru variantımız C-dir. I like these trousers but I don't like their color. Bu şəkildə doğru versiyadır. İndi isə 17-ci testə baxırıq. Opposite meaning əks mənalı, yəni antonimlər tələb olunur. Enter, visit, daxil olmaq, baş çəkmək, getmək eyni mənadadır. Begin, start, başlamaq eyni sinonimdir. Agree, accept, razılaşmaq, qəbul etmək eyni anlamdadır. See, hear, görmək, eşitmək ümumiyyətlə nə sinonimli antonimdir. Doğrumuz E variantı olacaq. To forget, unutmaq, remember, yada salmaq, xatırlamaq mənasındadır. 18 nömrəli testimiz quşa bağlayıcıların doğru istifadəsidir. Biz bilirik ki, neither ilə or yox, nor istifadə olunur. Either nor yox, orla. Not only not tamam verili, but also şəklində olmalıdır. Both orla deyil, and-dən olmalıdır. Doğrumuz A variantıdır. Neither the post office nor the bank was open. Nə bank, nə də post office açıq deyildi. 19-cu sualda isə agreement mövzusudur. Mübtəda xəbər uzlaşması. O halda nöqtədən əvvələ baxırıq. The language causes, dil kurslarını görürük. İsimimiz cəmdədir və heç bir halda tək xəbər ala bilməz. Doğrumuz elə 2-3, cəm xəbər, cəm kəmiyyət. B variantı doğru cavabdır. İndi isə digər testlərin izahına baxırıq. Deməli, 20 nömrəli testə diqqət edək. 20 nömrəli testdə passive voice, məchul növ. İlk öncə məchul növü seçərkən birinci cümlənin zamanına diqqət edin. Someone stole his suitcase a few days ago. Bir neçə gün əvvəl kimsə onun çamadanını oğurlamışdı. O zaman keçmiş zamandasa, keçmiş zamanın məchulunu biz bilirik was və V3-lə verilir. Amma orada heç bir halda been olmur. Zaman keçmişdirsə is, indiki zamanın məchulu və yaxud da bitmiş zaman deyilsə has stolen, hələ orada been yoxdur. İstifadə edə bilmərik. Doğrumuz deməli qalır bir variant. D ilə E variantı. O zaman someone mübtəda yenidən cümləyə verilib. Yanlışdır. Biz bilirik ki, məchul növdə mübtəda mütləq şəkildə atılmalıdır. Çünki işi görən məlum olmamalıdır. Ona görə doğrumuz E variantıdır. His suitcase was stolen a few days ago. Onun çamadanı bir neçə gün əvvəl uğurlandı. Doğru cavabdır. 21 nömrəli testdə isə article bölümüdür. Artikların düzgün istifadəsidir. Birinci straight insanlara məlum məkandır. Məlum məkanları hər zaman biz Z ilə veririk. Ona görə A, B, yanlış variantdır. İkinci nöqtədən sonra gələn ismimiz friend sayılandır və önündəki birinci söz site ilə başlayır. Ən istifadə edirik. Doğrumuz elə I met an old friend in the street while I was on my way home. Eve gedən yolda, yəni evə gedərkən mən köhnə dostlarımın küçədə biri ilə rastlaşdım mənasındadır. 22 nömrəli testə diqqət edirik. Mike led the bed as soon as he got home. Mike evə çatan kimi çarpayının üzərində uzandı mənasındadır. Ümumiyyətlə hər hansı bir müstəvinin üzəri nəzərdə tutulursa, əlbəttə ki biz onu on ilə istifadə edirik. Mike led on şəklində olmalıdır. 23-cü testə diqqət edirik. Artıq burada tek question yaratmalıyıq. Do you have long legs? Yəni maralların uzun ayaqları olur. Elə deyilmi? Sözünü yaratmaq üçün birinci sözə deyə fikir veririk. Deyə cəmdədir. Biz onu heç bir halda does'la ifadə edə bilmərik. İkinci, have long legs. Have burada ümumiyyətlə feil təkdir. Yəni ondan sonra hər hansı bir feil yoxdur. Deyə məsələn got yoxdur və yaxud da digər V3 formalı bir feil olduqda biz have-in özünə götürə bilirik. Amma bu formada isə götürə bilmirik. Ona görə E yanlışdır, B yanlışdır və iki variant arasında qalırıq. Don't did yoxsa don't say. Maral cəm olduğundan biz onu tək əvəzliklə ifadə edə bilmirik. Doğrumuz elə D-dir. Do you have long legs? Maralların uzun ayaqları var. Don't they? Elə deyilmi? İndi isə 24-cü testə diqqət edirik. 24-cü testdə modal feillərin düzgün istifadəsidir. Birinci mütləq cümləyə diqqət edin. Cümlədə to var, should to ilə olmur və A variantına diqqət edirik. Want, able. Ümumiyyətlə will və yaxud da will not şəklində qısa forması want olsa belə onunla able arasında mütləq be olmalıdır. Çünki to be able to ifadəsidir. Biz onu heç bir halda qısa şəkildə be-siz verə bilmərik. Ona görə won't be able to olmalıydı. A da yanlışdır. B variantı yanlışdır. Have, has, had, to olarsa özündən sonra modal feil kimi istifadə olunarsa özləri sual inkar yarada bilmir. B də yanlışdır. E variantında bayaq qeyd etdiyim kimi
will'in B'si yoxdur, yanlışdır və doğru variantımız əlbəttə ki D variantı olacaq. I don't think you will be able to read the whole novel into 2 weeks. Düşünmürəm ki, sən 2 həftəyə bütün novellanı oxuyub qutara biləsən. Yəni qutaracaqsan, bunu bacaracaqsan. 25 nömrəli testdə isə sinonimlər tələb olunur. Correct, true, hər ikisi doğru deməkdir, yaxın mənalıdır. Empty, crowded, boş dolu, bu artıq yanlışdır. Different, same, fərqli, eyni artıq antonimdir. Elegant, attractive, hər ikisi cəzb edici deməkdir. Sinonimlərdə doğrumuz elə 1-4 olacaq. Bu qədər əziz abituriyentlər, hər birinizə uğurlar arzu edirəm. Ümid edirəm ki, növbəti həftə imtahanlarda da bu qədər sadə, asan suallar istifadə olunacaq.